Proqram təminatı informasiyanı yığmaq zamanı istifadə edilən proqramların məcmusu da deyilir. Başqa necə tərif vermək olar? Proqram təminatı kompüterə quraşdırılmış proqramların məcmusu da deyilə bilər. Yəni hər iki tərif doğrudur. Deməli uşaqlar, proqram təminatının öncəliklə təsnifatını hər birimiz bilməliyik. Çünki təsnifatı bilmədən o proqramların adını bilsək belə, təsnifatı bilmədən bizə daha qarışıq gələ bilər. Ona görə də öncə proqram təminatının təsnifatını öyrənirik. Deməli, proqram təminatı 3 qrupa bölünür. Sistem proqramları, tətbiqi proqramlar və instrumental proqramlar. Bəs bunlar bir-birindən nəyə görə fərqlənir? Sistem proqram təminatı kompüterə, kompüterin işinə idarə edən proqramlar, kompüterə xidmət edən proqramlardır. Tətbiqi proqramlar istifadəçinin məsələlərini həll etməyə yardımcı edən proqramlardır. İnstrumental proqramlar isə proqramların yaradılmasında istifadə edən proqramlardır. Yəni, bunlar 3 dənə böyük qrupdur. Deməli, birinci öyrənək sistem proqram təminatı daxil olan qrupları. Sistem proqram təminatı 2 qrupa bölünür. Deməli, bunlar hansılardır? Baza və servis proqramları. Baza proqramlarına daxildir əməliyyat sistemləri, əməliyyat örtükləri və şəbəkə əməliyyat sistemləri. Servis proqramlarına daxildir diaqnostika proqramları, antivirus proqramları və utilit proqramlar. Tətbiqi proqramlar da 4 qrupa bölünəcək. Ümumi təyinatlı, üsul yönlü, problem yönlü və qlobal kompüter şəbəkələri və nəhayət, instrumental proqramlarda yenə 3 qrupa bölünür. Proqramlaşdırma dilləri və sistemləri, proqramlaşdırmanın inteqrallaşdırılmış mühiti və proqram kompleksləri. İndi gəlin bunlara ətraflı şəkildə baxaq. Birinci öyrənirik sistem proqram təminatını. Sistem proqram təminatının funksiyaları hansılar? Deməli, sistem proqramları kompüterdə informasiyanın emalını təşkil edir və tətbiqi proqramların işi üçün informasiya mühiti təmin edir. Yəni, yoldaşlar, tətbiqi proqramlar sistem proqramları olmadan istifadə edilə bilməz. Ona görə də öncə sistem proqramları olmalıdır ki, biz orada tətbiqi proqramları idarə edə bilək və istifadə edə bilək. Müəllimə üzrsən, sistem proqramı olmadan tətbiqi proqram işləmir dediniz. Qeyd edirəm mən onu. Çünki sistem proqramları tətbiqi proqramları işə salır və işini idarə edir ona görə. Deməli, uşaqlar, sistem proqramları dedik 2 qrupa bölünür. Baza və servis proqramları. Baza proqramları bəs nə üçün istifadə edilir? Baza proqramları kompüter işini təmin edən proqramlardır. Deməli, baza proqramı nədir? Kompüterin işini təmin edən proqramlardır. Və bu proqramlar 3 dənə qrupa bölünəcək. Bunlar hansılardır? Deməli, əməliyyat sistemləri, əməliyyat örtükləri və şəbəkə əməliyyat sistemləri. Gəlin görək burada nədən bəhs eləməliyik. Deməli, əməliyyat sistemlərini öyrənək öncəliklə. Əməliyyat sistemləri kompüterin işini idarə edir. Bəs əməliyyat sistemi necə yüklənir RAM-a? Deməli, biz bilirdik ki, bütün proqramlar icra olunan zaman RAM-a yüklənir. Bəs bu, əməliyyat sistemi üçün hansı qaydada olur? Deməli, kompüter işə düşəndə, kompüterin daimi yaddaşında olan BIOS vasitəsilə kompüterin texniki qurğuları testləşdirilir, yəni yoxlanır. Daha sonra isə əməliyyat sistemi xarici yaddaşdan əməli yaddaşı, yəni RAM-a yüklənir. Deməli, xarici yaddaşdan RAM-a yüklənir. Deməli, nə tərəfindən? BIOS tərəfindən. Deməli, əməliyyat sisteminin ilkin yüklənməsi bu qaydada olur. Kompüter işə düşür, kompüterin texniki qurğuları yoxlanır və daha sonra əməliyyat sistemi xarici yaddaşdan əməli yaddaşa, yəni RAM-a yüklənir. Və nə iş görür? Kompüterin işini idarə edir. Ondan sonra əməliyyat sisteminin nüvəsinin RAM-a yüklənməsini təmin edir. Həmçinin tətbiqi proqramlarında RAM-a əməli yaddaşa yüklənməsini təmin edir. Və əsas məsələ, əsas funksiyası istifadəçi interfeysi yaradır. Deməli, uşaqlar, interfeys deyəndə nə başa düşürük? Deməli, obyektlər arasındakı qarşılıqlı qaydalar toplusudur. Həmin bu əməliyyat sistemi ilə istifadəçi və kompüter arasında, qurğular arasında və proqramlar arasında qarşılıqlı əlaqə təmin edir. Və burada istifadəçi ilə kompüter arasındakı interfeys olur istifadəçi interfeysi. Qurğularla, deməli, əməliyyat sistemi arasındakı interfeys proqram interfeysi olur və bu qaydada öyrənilir. Deməli, yoldaşlar, əməliyyat sisteminin funksiyaları bunlar olur. Deməli, kompüterin işini idarə etmək,
nüvənin və tətbiqi proqramların əməli yaddaşa yüklənməsini təmin etmək və interfeysin yaradılmasını təmin etmək. Yaxşı, bura aid proqramlar hansılardır? Məsələn, çoxumuzun telefonlarımızdan bildiyimiz Android, iOS və kompüterdən çox adını eşitdiyimiz Windows. Bundan əlavə MS-DOS, Unix, macOS, Linux, Ubuntu, OS 2, Novel, daha doğrusu NetBeans, Solaris'də deməli nədir? Əməliyyat sistemi proqramlarına aid edir. Əməliyyat sistemlərinin mövzusu ayrıca bir mövzudur. Gələn dərsimizin mövzusudur və orada daha geniş şəkildə əməliyyat sistemini yenidən öyrənəcəyik. Keçək əməliyyat örtüklərinə. Əməliyyat örtükləri isə əməliyyat sisteminin əmrləri ilə işi asanlaşdırır. Çünki əməliyyat sisteminin hər zaman interfeysi o qədər də sadə olmur. Məsələn, əmrli interfeysə sahib olan əməliyyat sistemində iş olduqca çətin olur. Və istifadəçilər burada bu əmrləri bilməlidir ki, əməliyyat sistemini idarə edə bilsin. Amma ki, bu əmrləri öyrənmək o qədər asan deyil, bilmək çətindir. Ona görə də istifadəçilərin bu əmrləri bilməsindən azad etmək üçün istifadəçiləri deməli, əməliyyat örtüklərindən istifadə edir. Yəni, əməliyyat sisteminin əmrlərini işi asanlaşdırır, istifadəçi interfeysi təqdim etməklə istifadəçilərə əmrləri dərindən bilməkdən azad edir və əməliyyat sisteminin çatışmayan cəhətlərini də özündə birləşdirir. Tamam, narahat olmaq. Sonra keçək, deməli, əməliyyat örtüklərinə aid olan proqramlara. Deməli, MS-DOS əməliyyat sisteminin əməliyyat örtüyü Norton Commander'dir. Sonra Windows'un əməliyyat örtüyü Windows Commander. Bundan əlavə Windows 1, 2, 3, 3.1, 3.11 kimi əməliyyat örtüyü proqramları var. DOS Navigator, X3 Prego və PC Shell nədir? Əməliyyat örtüyünə aid proqramlardır. Deməli, yoldaşlar, gəldi son olaraq şəbəkə əməliyyat sistemləri. Baxın, əməliyyat sistemi bir kompüterin işini idarə edir, amma şəbəkə əməliyyat sistemi adından da məlumdur ki, şəbəkədə bir kompüterlərin işini idarə edir. Yəni, şəbəkə dedikdə nə başa düşürük? Kompüter şəbəkəsi dedikdə informasiya mübadiləsi etmək məqsədi ilə kompüterlərin öz aralarında əlaqələnməsidir. Deməli, bu kompüterlərdə, əlaqələnmiş kompüterlərdə eyni anda idarə edə bilmək üçün biz istifadə edirik şəbəkə əməliyyat sistemindən. Yəni, həmin kompüterlərə məlumatın göndərilməsi, qəbul edilməsi, idarəsi üçün nəzərdə tutulur. Yəni, biz burada belə bir şey öyrənirik. Əməliyyat sistemi bir kompüterin işini idarə edir, şəbəkə əməliyyat sistemi isə şəbəkəyə qoşulmuş kompüterlərin işini idarə edir. İndi gəlin bura aid olan proqramlara baxaq. IBM LAN. Burada LAN Local Area Network sözündən, yəni lokal şəbəkəyə aid olan bir ifadədir, oradan yadda saxlamaq olar. Sonra serverdə şəbəkəyə aid olan bir anlayışdır, ona görə Windows serveri bu qaydada yadda saxlamaq olar. Bunun da 3 dənə versiyasını öyrənirik. 2003, 2008 və 2012. Sonra Windows NT, Unix server, Linux. Bəzi yerlərdə Linux server də yaza bilərlər, o da doğrudur. Sonra Novel NetBeans və Solaris. Sonra Linux və Solaris həm əməliyyat sisteminə, həm də şəbəkə əməliyyat sistemlərinə aid edir. Və biz beləliklə baza proqram təminatını öyrənmiş olduq. Deməli, demişdik ki, sistem proqramları 2 qrupa bölünür. Baza və servis və artıq biz bazanı öyrəndik. Bazada əməliyyat sistemlərini, əməliyyat örtüklərini və şəbəkə əməliyyat sistemlərini artıq öyrənmişdik. Deməli, nə qala bildik? Servisi. Keçirik sistem proqramlarının ikinci qrupu olan servis hissəni öyrənməyə. Deməli, uşaqlar, servis sözünün mənası xidmətdir. Deməli, həmin bu xidməti proqramlarda kompüterlərlə işləyən zaman istifadəçilərə əlavə xidmətlər təklif edir və əməliyyat sisteminin imkanlarını genişləndirirlər. Deməli, bura daxildir kompüterin diaqnostikası proqramları, antivirus proqramları və utilitet proqramları. Bəs bu proqramların əsas funksiyaları nələrdir? Deməli, bu funksiyaları qeyd eləmişəm, diqqətlə öyrənin. Baxın, istifadəçi interfeysini təkmilləşdirir. Yəni, belə deyim, sistem proqramlarının əməliyyat sisteminin imkanlarını genişləndirir. Verilənlərin mühafizəsini, bərpasını təmin edir, viruslarla mübarizə aparır, arxivləşdirmə və axırdan asma prosesini həyata keçirir, həmçinin xarici və əməli yaddaş arasında informasiya mübadiləsini də sürətləndirəcək. Deməli, bu saydığımız funksiyalar nədir?
servis, yəni xidməti proqramların əsas funksiyalarıdır. Deməli, uşaqlar, gəlin indi bura daxil olan qruplara baxaq bir-bir. Yəni, kontent diaqnostikası proqramları, antivirus və utilitet proqramları öyrənək. Baxaq görək kontent diaqnostikası proqramları nədir? Sonra kontent diaqnostikası proqramlarına texniki xidmət proqramları da demək olar. Bəs bu nə iş görür? Kompüterlərin düzgün işləməsinə nəzarət edərək yaranan nasazlıqları aşkarlamaq üçün istifadə olunur. Yəni, kompüter işə düşəndə və yaxud da işlədiyi müddətdə kompüterlərin düzgün işləməsinə nəzarət edən nəzarətçi proqramlardır. Həmin bu nəzarətçi proqramlar iki qrupa ayrılır. Test proqramları və xüsusi nəzarətçi proqramlar uşaqlar. Test proqramlarının adını biz harda eşitmişik? Biz demişdik ki, bayaq əməliyyat sistemi izah edəndə demişdik ki, kompüter ilə işə düşdüyü anda, bunu söyləmişəm. Kompüter ilə işə düşdüyü anda kompüterin texniki qurğuları yoxlanır, düzdürmü? Həmin bu texniki qurğuların yoxlanmasını ROM-da olan test proqramları həyata keçirir. Yəni, kompüter elektrik şəbəkəsinə qoşulan vaxt işə düşür və qurğuların düzgün işləyib işləmədiyini yoxlayır. Həmin bu proqramlar ona görə harda yerləşir deyəcək, daimi yaddaşda, yəni ROM-da yerləşir. Deməli, test proqramları bu qaydada olur. Amma sadəcə kompüter işə düşəndə yox, həmçinin kompüterin işlədiyi müddətdə də kompüterin işinə nəzarət lazımdır. Bunu isə xüsusi nəzarətçi proqramlar həyata keçirir. Deməli, onda xüsusi nəzarətçi proqramlar nəyə deyilir? Deməli, kompüter işlədiyi müddətdə proqramların işinə nəzarət edən proqramlar hesab edilir və bu proqramlar qarşıya çıxan səhvləri ekranda əks elətdirəcək. Deməli, diaqnostika proqramları bu qaydada ayırd edilir. Sonra yoldaşlar, keçək antivirus proqramlarına. Antivirus proqramları viruslarla mübarizə üçün nəzərdə tutulan proqramlardır. Amma biz öncəliklə virus anlayışını öyrənib, onların təsnifatını öyrənib, daha sonra antivirus proqramlarını öyrənməliyik. Yaxşı, biz illərdir eşitdiyimiz bu virus anlayışı nədir? Nə deməkdir? Öncə bunu anlayaq. Deməli, uşaqlar, viruslar rabitə kanalları, şəbəkələr və informasiya daşıyıcıları vasitəsilə digər kompüterlərə və şəbəkələrə yayılan ziyanverici proqramlardır. Deməli, rabitə kanalları, şəbəkə və informasiya daşıyıcıları ilə kompüterlər və kompüter şəbəkəsinə yayılan zərərverici proqramlardır. Yəni, virus dediyimiz anlayış dərsində nə imiş? Deməli, proqram imiş. Deməli, uşaqlar, kompüterə virusun yoluxması da bir sıra əlamətlərlə özünü göstərir. Bəs bu əlamətlər hansılardır? Məsələn, ekrana lazımsız məlumatlar çıxır. Yəni, bir də görsən əlaqəsiz bir məlumat çıxdı ekrana. Sonra lazımsız səs siqnalları eşidə bilərsən. Və disk sürücüləri öz-özünə açılıb bağlana bilir. Sonra, hər hansı bir proqram sən icra etmədiyin halda öz-özünə aktivləşir, işə düşür. Sonra kompüter tez-tez sıradan çıxır, ilişir, yəni donmalar görürsün. Proqramların başladılması kompüterin proqramlar başladarkən kompüter yavaş verir. Yəni proqram gec açılır, gec yüklənir. Fayl və qovluqların yoxa çıxması və dəyişdirilməsi halları ilə də qarşılaşa bilir. Yəni bu dediyimiz əlamətlər virus əlamətləri ola bilir. İndi keçək virusların təsnifatına. Viruslar yaşayış mühitini yoluxdurma üsuluna, destruktiv imkanlarına görə və alqoritmik xüsusiyyətlərinə görə təsnif ediləcək. Birinci baxaq görək, yaşayış mühitinə görə virusların hansı növləri var? Yaşayış mühitinə görə virusların 4 dənə növ var. Fayl virusları, yükleme, bir də şəbəkə virus var. Deməli, bu yerləşdiyi yerə, yəni yaşayış mühitinə görə virusların növləridir. Görək, fayl virusları harada yerləşir? Fayl virusları icra olunan fayllara yerləşir. Yəni, icra olunan fayllara yoluxaraq onların işini pozur. Yəni, icra olunan fayllara da yoluxanda artıq həmin fayllar nədir? Məsələn, proqramlar və yaxud da əməliyyat sisteminin işini təmin edən fayllar olur ki, artıq bu fayllar sıradan çıxırsa, deməli, bu zaman onların yerinə yetirdiyi əməliyyatı yerinə yetirən bir fayl qalmır deməkdir.
və yəni o əməliyyatlar icra edilir. Ona görə deyirik ki, fayl virusları icra olunan bu fayllara yoluxur. Və bu fayllar da hansı tip fayllardır? Genişlənməsi exe, com, bash olan fayllar. Yəni sizin ağlınıza gələn bütün fayllara yox, sadəcə com, exe, bash genişlənməli icra olunan fayllara yoluxur. Yüklənmə virusları isə diskin yükləyici sektorlarına, yəni boot sektora yoluxur. Diskin yükləyici sektoruna yoluxanda nə baş verir? Proqramların yüklənməsinin qarşısını alır. Yəni sən proqramı icra etməyə çalışırsan, amma yükləyici sektor sıradan çıxdığından deməli problemlər yaşayırsan. Yəni o proqramların yüklənməsində problemlərlə qarşılaşırsan. Sonra fayl yüklənmə virusları var. Deməli, fayl yüklənmə virusları həm fayllara, həm də diskin yükləyici sektoruna yoluxan viruslardır və nəhayət şəbəkə virusları. Bu isə adından da məlum olduğu kimi kompüter şəbəkələrində yayılan viruslardır. Deməli, biz nəyi öyrəndik? Yaşayış mühitinə görə virusların növlərini öyrəndik və diqqət etdik ki, fayl virusları icra olunan fayllara, yüklənmə virusları isə diskin yükləyici sektora, yəni boot sektora yoluxan viruslardır. Sonra keçək yaşayış mühitini yoluxdurma üsuluna görə viruslar. Baxın, yaşayış mühiti ayrı şeydir. Yoluxdurma üsuluna görə növləri bu ayrı anlayışdır. Yaşayış mühitini yoluxdurma üsuluna görə viruslar rezident və qeyri-rezident ola bilirlər. Rezident nə demək? Ümumiyyətlə, sözün mənası nədir? Rezident əməli yaddaşda daimi məskunlaşan proqramlara deyilir. Onda deməli, rezident viruslarda əməliyyat sisteminin işlədiyi müddətdə əməli yaddaşda, yəni RAM-da daimi viruslardır. Necə? Deməli, daimi yerləşən viruslardır. Bəs qeyri-rezident virus deyəndə nə başa düşürük? Qeyri-rezident viruslar isə ancaq müəyyən müddətdə əməli yaddaşda, yəni RAM-da aktiv olan viruslardır. Ancaq müəyyən müddətdə əməli yaddaşda, yəni RAM-da aktiv olan viruslara deyilir. Deməli, keçək növbəti qrup olan alqoritmik xüsusiyyətlərinə görə virusların növlərinə. Yoldaşlar, alqoritmik xüsusiyyətlərinə görə viruslar, makroviruslar, polimorflar, stes, kompanyon, tələbə, soxulcan, troyan, parazit kimi növləri var. Deməli, birinci baxaq makroviruslara. Makroviruslar Microsoft Office proqramında hazırlanan, yəni Office proqramlarında hazırlanan fayllara yoluxur. İndi burada da fayl anlayışı var idi, fayl virusunda da fayl anlayışı var idi. Ona görə diqqət edin ki, hansı fayllara yoluxur. Baxın, fayl virusları hansı fayllara yoluxmuşdu, yadınızdadır? İcra olunan fayllara. Bəli, Exe icra olunan genişlənməsi fayllara. olun. Hələ com, exe, bash genişlənməli icra olunan fayllara yoluxurdu. Bəs makroviruslar hara yoluxur? Makroviruslar isə Microsoft Office proqramlarına aid o proqramlarda hazırlanan fayllara yoluxur. Sonra polimorflar var. Xüsusi şifrələmə metodlarından istifadə etməklə özlərini kodlaşdırır və bu zaman nə olacaq? Antivirus proqramları tərəfindən özlərini axtarıb tapılmasını əngəlləyəcək. Sonra stealth viruslar var. Stealth viruslar nə edir? Deməli, failin müəyyən bir hissəsinə yoluxur. Bu zaman isə antivirus monitorları tərəfindən tapılmasını əngəlləyir. Yəni, elə bil necə edir? Deməli, failin təmiz hissəsini antivirusa göstərir. Deyirsiniz bir yandan nəyə oxşur? O, zibili xalçanın altına süpürmək kimi bir şey. Yəni, təmiz hissəni göstərir, amma əslində virus failin müəyyən bir hissəsinə yoluxur. Yəni, aldadan algoritm dedikdə bunu nəzərdə tutur. Sonra uşaqlar, kompanyon viruslar var. Kampaniya, çoxluq sözünə yadda saxlamaq olar ki, bu viruslar faillara heç nə etmir, dəyişmir. Amma faillərin çoxluq sayda sürətini, yəni kopyasını yaradır. Deməli, bu da nəyə səbəb olur? Həmin faillərin yad diskdə daha çox yer tutmasına, ondan sonra həmin faillərə müraciəti çətinləşdirir. Ona görə kompanyon viruslar daha çox əmrli interfeysə malik olan əməliyyat sistemlərində istifadə olunurdu zərər vermək məqsədi ilə. Çünki əmrli interfeysə malik əməliyyat sistemlərində
Biz failləri əmrlər daxil edərək axtardığımız üçün, yəni eyni adda gör nə qədər fail çıxır və onlara da müraciəti çətinləşdirir. Yəni onların failin özünün tapılması olduqca çətinləşir. Deməli, bu da oldu belə. Sonra keçək tələbə virusları. Tələbə virusları proqramlaşdırmaya yeni başlayan tələbələr tərəfindən yaradılmış, çoxlu sayda səhvi olan viruslardır. Soxulcanlar. Bunlar haqqında çox eşitmişik. Məsələn, biz deyirik, məsələn, mənbəyi bilinməyən elektron poçt məktublarına girməyin virusu yoxar. Nə bilim, oyun indirmə saytlarından yoluxur. Və yaxud da müxtəlif sənədlər nəsə indirirsən, onunla bir yerdə yoluxur. Yəni, bunlar soxulcan virusları, bunlarla kompüterə yoluxa bilir. Yəni, bu zaman soxulcan virusuna necə tərif edirik? Deməli, bu viruslar mənbəyi bilinməyən poçt məktubları, zərərli proqram, oyun indirmə saytlarından kompüterə yoluxur. Kompüterinizdəki failləri, sənədləri başqasına asanlıqla göndərilə bilir. Yəni, sənin məxfi faillərini faillaya bilir. Sonra Troyan viruslar. Troyan da bir növ soxulcana oxşar və daha təhlükəli viruslardır. Adı Troya müharibəsindən götürülür. Yəni, Troya atının ölkəyə necə daxil olmasının olubsa, bu da bir növ faillərlə kompüterə o şəkildə daxil olur. Yəni, əslində, hədiyyə məqsədilə göndərilir, amma Troya atının içində bilirsiniz, əskərlər olur. Eyni qaydada, məsələn, bu Troyan virusları da o şəkildə kompüterə yoluxur. Məsələn, sən nəsə indirirsən, proqram ya fail, onu indirəndə həmin fayla bir yerdə kompüterə yoluxur. Və çox zərərli, təhlükəlidir. Niyə? Çünki artıq bu viruslar kompüterə yoluxursa, artıq sənin kompüterin idarəsi başqa insanın əlinə keçir. Və bu zamanda nə baş verir? Sənin məxfi faillərin başqalarının əlinə keçir, sənin adına əməliyyatlar icra edilə bilir və sənin kompüterini istədikləri vaxtı, istənilən vaxt söndürülüb, yandırıla bilir. Yəni, bildiyin kompüterin artıq başqasının olur, başqasının idarəsi altına keçir. Sonra parazitlər öz sürətlərini yayarkən eyni zamanda diskin yükləyici bölmələrində dəyişən viruslara deyilir. Bunlar uşaqlar, ümumi olduğu viruslar. Deməli, biz nə öyrəndik? Dedik, virusları öyrəndik ki, virus nədir? Virus rabitə kanalları, şəbəkələr və informasiya daşıyıcıları ilə kompüter və yaxud da kompüter şəbəkələrində yayılan zərərverici proqramlardır və bunlar dedik 4 cür təsnif edilir. Yaşayış mühitinə görə, yaşayış mühitinin yoluxdurma üsuluna görə, destruktiv imkanlarına görə və alqoritmik xüsusiyyətlərinə görə. Və onları ətraflı şəkildə öyrəndik. Yaxud dedik, bəs bu viruslarla mübarizə edən proqramlara nə deyilir? Dedik ki, bu viruslarla mübarizə edən proqramlara isə antivirus proqramları deyilir. İndi isə həmin o antivirus proqramlarını öyrənəcəksiniz. Deməli, uşaqlar, antivirus proqramları 5 qrupa bölünür. Filtrlər, detektorlar, proqram həkim, müfəttiş və vaksinlər, digər adı ilə imzatorlar. İndi gəlin, baxaq görək bunlar nədən bəhs edir. Deməli, yoldaşlar, filtrlər rezident proqram olmaqla təhlükəli əməliyyatlara nəzarət edirlər. Rezident də nə deməkdir? Yəni, rezident dedik ki, kompüter işlədiyi müddətdə əməl yaddaşda aktiv olan proqramlardır. Yəni, bu antiviruslarda kompüter işlədiyi müddətdə əməl yaddaşda aktiv olur və təhlükəli əməliyyatlara nəzarət edirlər. Sonra detektorlar var. Detektorlar nə iş görür? Əməli və xarici yaddaşda sadəcə özlərinə məlum virusların axtarışını təmin edir. Proqram, yəni həkim antivirusları. Həkimin gördüyü işi, funksiyasını hamımız bilirik məncə. Həkim nə edir? Deməli, xəstəliyi aşkar edir və sağaldır. Bir növ həkim antivirusları da adını oradan alır. Həkim antiviruslar da virusu həm aşkar edir, həmçinin zərərsizləşdirə də bilir. Sonra müfəttiş proqramlar var. Müfəttiş proqramlar nə edir? Proqramların, katalogların, faylların və sistem sahələrinin məzmununu yadda saxlayaraq dövrü olaraq cari və ilkin vəziyyətləri müqayisə edir və beləliklə aradakı fərq əsasında səhvləri, problemləri aşkar edə bilir. Sonra son olaraq vaksinlər var. Bunlara immunizatorlar da deyilir. Vaksinlər vaksinləşdirmə yolu ilə virusların faillərə yoluxmasının qarşısını alır. Bunu da bir necə eləyir uşaqlar? İstər kimi o daldadan alqoritmdən istifadə edir. Yəni, məsələn,
Failin müəyyən bir hissəsinə virus kimi yoluxur. Artıq başqa bir virus proqram gələndə faili viruslu kimi göstərir. Yəni özünü virus kimi aparır. Amma virusdan fərqi nədir? Virusdan fərqi odur ki, virus failə zərər verdiyi halda antivirus failə zərər vermir. Sadəcə faili qorumaq üçün orada fəaliyyət göstərir. Deməli, bu da oldu belə. Mən sənə sual versəm ki, antivirus proqramlardan hansılar rezidentdir? Deməli, sən deməli, filtrlər və vaksinlər. Çünki bunlar hər ikisi kompüter işlədiyi müddətdə əməli yaddaşda aktiv olurlar. Bura qədər qaranlıq qalan bir şey var, uşaqlar. Hər şey aydındır. Bəli, müəllim, Bəli, aydındır. müəllim. Qaranlıq qalmır ki, heç bir şey. Qalmırsa lap yaxşı. Deməli, uşaqlar, antivirus proqramlarına Kaspersky, Dr. Web, Nordoski, Symantec, Norton Antivirus, Panda, Avira, Avast, McAfee, VirusScan, Microsoft Security Essential kimi proqramlar aiddir. Antivirus proqramlarının da testlərdə çox sual görürük. Ona görə diqqətli olaq. Sonra keçək. Son olaraq servisin son qrupu olan utilit proqramlara. Baxın, servis proqramlarının 3 qrupa böldük. Deməli, bunlar hansılardır? Kompüterin diaqnostikası proqramları, ondan sonra antivirus proqramları və utilitlər olaraq qruplaşdırdıq, düzdürmü? Biz diaqnostikanı öyrəndik. Dedik, kompüterin texniki vəziyyətini yoxlayır və kompüter işlədiyi müddətdə deməli kompüterin işinə nəzarət göstərir. Sonra antivirusları öyrəndik ki, antiviruslar nə edir? Viruslarla mübarizə aparır və son olaraq utilitləri öyrənirik uşaqlar. Deməli, utilit proqramlar nə edəcək? Utilit proqramlar xarici yaddaş qurğularına, disk və fayl sistemlərinə xidmət edən proqramlardır. Deməli, funksiyalar da elə onlarla əlaqəli olacaq. Məqnit disk sahəsinin keyfiyyətinin yoxlanması, ümumi diskin sıxılması, diskin sürətinin yaradılması, sonra disklərin formatlaşdırılması, defraqmentasiyası, informasiyanın mühafizəsi, nasazlıq hallarında bərpanın mümkünlüyü, arxivlərin yaradılması, yenilənməsi, müxtəlif rejim və formatlarda mətn və digər faylların çapı və şəbəkəyə xidmət. Deməli, bunlar nədir? Utilit proqramların funksiyalarıdır, uşaqlar. Deməli, utilit proqramlara da daxildir nələr? Diskdəki informasiyanı daha optimal vəziyyətə yerləşdirən disk defragmenter, backup, ScanDisk, Drive Space, Disk Cleanup, File Explorer, Recover, System Information. Bunlar hamısı nədir? Deməli, utilit proqramlardır. Bunların funksiyası da o qədər rahat yadda qalır ki, çünki belə adının tərcüməsindən funksiyası çox rahat başa düşülür. Yəni, tələbələrdən də heç görməmişəm bu hissədə çox çətinlik çəkən tələbə. Deməli, uşaqlar, disk defragmenter. Defragmentasiya nədir? Fragmentasiyanın əksidir. Yəni, diskdəki fragmentasiyanın səpələnmənin qarşısını almaqla diskdəki məlumatı optimal vəziyyətdə yerləşdirir. Yəni, bu nə deməkdir? Biz dağlıq şəkildə yerləşən məlumatlara müraciət edərkən diskdə səpələnmiş məlumatlara, həmin məlumatların tapılmasına daha çox vaxt gedir. Amma ki, həmin məlumatlar optimal vəziyyətdə yerləşdiriləndə artıq həmin məlumatlara müraciət, onların tapılması daha sürətlə başa gəlir. Bilirsiniz nəyə oxşur bu? Məsələn, tamam evə gəlmisiniz, biri var əşyalarınızın hərəsini bir yana dağıdasınız. Nə bilim, bir hissəsini qoydunuz girişdə, bir hissəsini qoydunuz salonda, bir hissəsini otaqda. Sonra həmin əşyalarınızı axtaranda çətinlik çəkirsiniz də tapmaqda. Yəni, vaxtınız gedir də daha çox axtarıb tapmağa. Gördüyünüz diskdə də məlumatlar elə dağınıq yerləşəndə, səpələnəndə həmin məlumatların axtarıb tapılmasına daha çox vaxt gedir. Yəni, bu vaxta qənaət edə bilməyiniz üçün də disk defragmenter istifadə edilir. Yəni, diskdəki məlumatları optimal vəziyyətdə yerləşdirir. Sonra gəldik backup proqramına. Backup proqramı isə diskdəki informasiyanın ehtiyat nüsxəsini yaradır. Yəni, bildiyiniz nüsxələmə. Nüsxələmənin də əhəmiyyəti nədir? Həmin sənin faylından, sonra faylının başına nəsə iş gələndə,
haline zərər gələndə həmin faylı sonra bərpa edə biləsən deyə onu neynirsən? Deməli, ehtiyat nüsxəsini yarada bilirsən. Sonra uşaqlar, skan taramaq sözündən götürülüb, oradan yadda saxlaya bilərsiniz. Yaddaş qruplarındakı səhvləri aşkar edin. Drive space. Space boşluq sözünü yadda saxlamaq olar ki, diskdəki məlumatları sıxır və daha çox boş sahə əldə edə bilir. Sonra disk cleanup. Clean təmizləmə sözünü yadda saxlaya bilərsiniz ki, diskdəki lazımsız faylları təmizləyir. Bu lazımsız fayl deyəndə bəs nələri başa düşə bilərik biz? Məsələn, baxın, tam kompüterə proqram indirirsiniz. Bu proqramın kompüterdə işi üçün konfigurasiya faylları lazım olur. Həmin bu konfigurasiya faylları proqram silinsə belə sonradan kompüterin yaddaşında qalır. Sonra kompüterdə hər hansı bir əməliyyat icra olunarkən müvəqqəti fayllar yaradılır. Bu fayllar düzdür, əksər hissəsi silinir, amma silinməyən hissəsi də olur. Ona görə də, məsələn, bu cür faylların silinməsində yenə neyinir? Disk cleanup təmin edir. Yəni, lazımsız faylları silir. Sonra uşaqlar, File Explorer. File Explorer bildiyimiz kompüterimizdə də istifadə etdiyimiz, özümüzün də öyrənəcəyimiz bir proqramdır. File Explorer, fayl və qovluqlarla iş üçün nəzərdə tutulan proqrama deyiləcək. Bəli, aydın. Fraqmentasiya səpələnmiş məlumatdır və defraqmentasiya isə o səpələnmiş məlumatı optimal vəziyyətdə bir yerə yığır. Yəni, defraqment adı oradan gəlir. Sonra, harada qalmışdıq? Recovery deyiləcək. Deməli, recovery nədir? Səbətdən silinmiş faylların bərpası üçün. Səbət deyəndə nəyi nəzərdə tutur? Səbət deyəndə, məsələn, biz fayllar silirik. Bu, normalda recycle bindən düşür. Əgər recycle bindən, yəni zibil qutusundan silinibsə, həmin faylların bərpası üçün artıq recovery-ə müraciət etmək olar. Sonra System Information var. Əməliyyat sistemi haqqında məlumatın əldə edilməsini təmin edir. Deməli, biz nə öyrəndik? Utilit proqramları öyrəndik. Uşaqlar, həmçinin arxiv proqramları da, yəni qısaca arxivatorlarda utilit proqramlardır. Arxivləşdirmə dedikdə nə başa düşürük? Faylın tərkibindəki informasiyanın xüsusi riyazi alqoritm əsasına sıxlaşdırılması prinsiplərinə əsaslanır. Fayl arxivləşdirilərkən, deməli, bir neçə fayl sıxılaraq bir faylda artıq yerləşdirilir. Və bunun üçün də artıq bu, belə deyim, yaddaşda sıxlaşdırılır və yaddaşda daha az yer tutur. Və ən çox sıxılmaya məruz qalan fayllar mətn faylları hesab olunur. Arxivləşdirmə deməli faylın sıxılaraq saxlanmasını təmin edir. Yəni bir qrup halına, yəni faylları sıxaraq vahid bir fayl halına gətirir və onu diskdə yerləşdirir. Və bu zamanda biz diskdə daha çox boş sahə əldə eləmiş oluruq. Yəni disk sahəsinə xidmət göstərmiş olur. Arxivləşdirmə dərəcəsi də, yəni sıxma dərəcəsi də müəyyən parametrlərdən asılıdır. İstifadə olunan arxivatordan sıxma üsulundan və faylın tipindən, yəni növündən asılıdır. Deməli, ona görə dedik ki, ən çox sıxılmaya məruz qalan fayllar mətn fayllarıdır. Arxiv proqramlarına aiddir WinZip, WinRAR, Hamster, WinR, 7zip, WinAce, PowerArchive, IzArc, ZipGenius, PZip kimi proqramlardır. Çoxsunun adında WinZip, RAR var. Onları çıxsam, qalır Hamster ki, onu yadda saxlaya bilərsiniz. Əlavə olaraq qalanlarını da rahat yadda qalacaq. Deməli, bu öyrəndikləriniz nədir uşaqlar? Arxiv proqramları oldu. Bir də burada qeyd etməmişəm, kitabınızda var amma. SFX tipli fayllar var. Bunlara deyilir özü açılan arxiv faylları. Deməli, bu cür fayllar açılmasında əlavə bir arxivləşdirmə proqramından istifadə edilir və bu tip faylların genişlənməsi isə exe olur. Faylın özünün növü SFX-dir. Bu tip faylların genişlənməsi, fayl genişlənməsi isə exe olacaqdır. Bir də uşaqlar, driver anlayışı var. Driver anlayışı haqqında biz kompüterin texniki təminatını keçəndə də keçdik. Ümumiyyətlə, driver nədir? Kompüterə xaricdən qoşulmuş qurğuları
yəni periferiya qurğularını əməliyyat sisteminə əlaqələndirir. Həmçinin həmin qurğuların işini idarə edən proqramlara driverlər deyilir. Bir də mikrosxemlər, yəni kontroller var idi. Deməli, kontroller nə idi? Periferiya qurğularını mikroprosesorla əlaqələndirib idarə edən mikrosxemlər və yaxud da mikroçiplərdir. Deməli, burada əgər proqram deyirsə, driver olaraq başa düşəcəksiniz. Mikrosxem dedikdə isə nə başa düşməlisiniz? Kontroller olaraq başa düşməlisiniz, uşaqlar. Deməli, bu da oldu sistem proqramları və artıq sistem proqramlarını uşaqlar bitirmiş oldu. Deməli, sistem proqram təminatını, sonra onları iki yerə böldük. Baza, servis. Bazaya daxil olan 3 qrupu, servisə daxil olan hər 3 qrupu öyrəndik. Bu hissədən nəsə bir probleminiz varmı? Qaranlıq qalan bir şey varmı? Xeyr, Hər şey aydındır müəllimə, aydındır? çox Tamam, lap yaxşı. Aydınsa nə gözəl. Keçək uşaqlar, növbəti qrupumuz olan tətbiqi proqram təminatına. Tətbiqi proqram təminatı dedikdə nə başa düşürük? İstifadəçinin konkret məsələsinin həlli üçün nəzərdə tutulan, bununla yanaşı əyləncə məqsədi ilə istifadə edilən proqramlara tətbiqi proqramlar deyilir. Bəzən tətbiqi proqramlarda görürsünüz, testlərdə belə bir tərəf də verirlər. Məsələn, müəyyən sinif məsələlərinin həlli üçün nəzərdə tutulan proqramlar da demək olar tətbiqi proqramlara. Tətbiqi proqramlar isə 4 dənə qrupa bölünür. Bunlar hansılardır? Ümumi təyinatlı proqramlar, üsul yönlü, problem yönlü və qlobal kompüter şəbəkələri. Birinci baxaq görək bu ümumi təyinatlı proqramlara hansılara aid olur? Bura aiddir mətn redaktorları və prosesorları, elektron cədvəllər və cədvəl prosesorları, qrafik redaktorlar, səs redaktorları, nəşriyyat sistemləri, mühasibət proqramları, verilənlər bazasının idarə etmə sistemləri, inteqrallaşdırılmış paketlər, ekspert sistemlər, elektron təqdimat proqramları, audio və video oynadıcılar, oyun proqramları və avtomatlaşdırılmış layihələndirmə sistemləri. Bunlar nədir ümumi olaraq? Ümumi təyinatlı tətbiqi proqramlar. İndi gəlin bunlar haqqında ətraflı məlumat toplayaq. Birinci başlayaq mətn redaktorları və mətn prosesorlarını öyrənək. Görürsünüz, mətn redaktorlar və prosesoruna ayrı-ayrı vermişəm. Deməli, bunlar arasında müəyyən bir fərq var, ona görə ayrı vermişəm. Mətn redaktoru nədir? Mətnlərin yaradılması və redaksiyası üçün nəzərdə tutulan proqramlara mətn redaktorları deyilir. Məsələn, elə kompüterimizdə də var mətn redaktorlarından Notepad. Məsələn, bu mətn redaktorudur. Bəs mətn redaktoru nə edir? Deməli, mətnlərin redaktə prosesini həyata keçirir. Bəs redaktə deyəndə nə başa düşürük? Redaktə dedikdə faylın, yəni mətnin daha doğrusu məzmununa təsir göstərən dəyişikliklər, kəmiyyət dəyişiklikləri başa düşülür. Yəni nə deməkdir? Məsələn, yeni bir söz, cümlə, simvol, nə bilim, abzas, düstur, cədvəl əlavə edir və yaxud da silirsən. Bu sadəcə məzmuna təsir göstərir və həmçinin kəmiyyət dəyişikliyidir. Ona görə bu cür dəyişikliklər mətnin redaktəsi adlanır və bu cür dəyişikliklər mətn redaktorları yerinə yetirə bilir. Mətn redaktorlarına Notepad aiddir və Notepad fayllarının genişlənməsi isə TXT olacaq. Sonra mətn prosesorları var. Bunlar həm mətnləri redaktə edir, həmçinin formatlaşdırır. Ona görə biz mətn prosesorlarına mətn redaktorda deyə bilirik. Mətnlərin formatlaşdırması dedikdə nə nəzərdə tutulur? Sadəcə görünüşə təsir göstərən dəyişikliklər mətnin formatlaşdırılmasıdır. Məsələn, falan, burada şrift qırmızıdır, nə bilim, burada qaradır. Yəni, burada sadəcə görünüşdə fərq var. Yəni, görünüşdə edilmiş bu cür dəyişikliklər, rəng dəyişmə, kölgə vermə, qalınlaşdırma, bu tipli dəyişikliklər hamısı adlanır. Deməli, mətnin formatlaşdırılması. Mətn prosesorlarda dediyimiz kimi həm redaktə, həm də formatlaşdırma əməliyyatını yerinə yetirə biləcək. Sonra uşaqlar, bura aiddir. Adında Word olan proqramlar Word, WordPad, WordPerfect, WordStar, sonra Multi-Edit, Lexicon, TeaWriter, AmiPro kimi proqramları biz buraya aid edə bilirik. Buraya aid edə bilirik.
Sonra uşaqlar, keçək elektron cədvəllərə. Elektron cədvəl proqramları nə üçün istifadə edilir? Bunlar cədvəlləri yaradır, cədvəllərə məlumat daxil edilməsi, ondan sonra cədvəldəki məlumatların idarə edilməsi, həmin verilənlər üzərində hesabı məntiqi əməliyyatların icra edilməsi üçün nəzərdə tutulan proqramlardır. Buradakı proqramlar hesabı əməliyyatlar yerinə yetirə bildiyindən proqram adlarını həmin o anlayış əsasına rahat yadda saxlaya bilərsiniz. Deməli, Excel, Lotus 1-2-3, Quattro Pro, SuperCalc, VisiCalc bura aid proqramlardır. Məsələn, Lotus'un yanında 1-2-3 verə də bilir, verməyə də bilir. Yəni, verməsə də düzdür. Quattro İspan dilindən 4 deməkdir. SuperCalc, VisiCalc da bu calculate sözündən yadda saxlaya bilərsiniz. Yəni, hesablama sözündən yadda saxlaya bilərsiniz. Sonra keçək qrafik redaktorlara. Qrafik redaktorlar müxtəlif ölçülü qrafik təsvirləri yaratmaq, ondan sonra qrafik təsvirlərin redaksiyası əməliyyatlarını icra etmək üçün nəzərdə tutulan proqramlardır. Qrafik redaktorları ayrıca bir mövzu kimi keçəcək gələcəkdə, ona görə burada az nümunə göstəririk. Məsələn, Paint, CorelDRAW, Adobe Photoshop, Adobe Illustrator, Adobe Freehand, Corel Painter, Pixel Paint Pro kimi proqramları biz buraya aid edirik. Sonra nəşriyyat sistemləri var. Nəşriyyat sistemləri nədir? Nəşriyyat sayəsində kitablar, jurnal, qəzetlərin nəşrində istifadə edilən proqramlardır. Yəni, nəşrdən öncəki redaksiyasını həyata keçirən, həmin faylları nəşriyyata nəşrə hazırlayan proqramlardır. Bu proqramlar mətn və qrafik redaktorlarının imkanlarını birləşdirir. Niyə məhz mətn və qrafik redaktorlar deyirik uşaqlar? Çünki bu nəşriyyat sayəsində kitab, qəzet kimi sənədlər nəşr olunur, çap olunur. Həmin burada da həm qrafik obyektlər, həm də mətnlər olduğu üçün bu proqramlar həm mətn, həm də qrafik redaktorların imkanlarını özündə birləşdirir. Bura aiddir Adobe PageMaker, Corel Painter, Publisher, Quark Express kimi proqramlar aid edilir. Sonra lüğət proqramları var. Lüğət və tərcümə proqramları dil öyrənmək istəyən şəxslər üçün, ondan sonra bundan əlavə tərcümə məqsədi ilə istifadə edilən proqramlardır. Sadəcə olaraq biz lüğəti ayrı öyrənirik, tərcümə proqramlarını ayrı öyrənirik. Lüğət proqramlarına Oxford, Polyglot, Cambridge, Style, ABB Lingua bunlara aid etmək olar. Tərcümə proqramlarına isə Dilmans, Translate, Intellisoft, Socrates, Prompt, Babylon kimi proqramlara aid edə bilərsiniz. Deməli, bunlar da oldu belə. Sonra uşaqlar, mühasibə proqramları var. İdarə və müəssisələrin maliyyə işlərini həyata keçirmək məqsədi ilə istifadə edilən proqramlardır. Məsələn, 1C-nin çoxunuz adını eşitmişsiniz. 1C, Smart, Uyum bura aid olan proqramlardır. Sonra verilənlər bazasının idarə etmə sistemləri var. Deməli, verilənlər bazasını idarə etmə sistemlər dedikdə nə başa düşürük? Verilənlərin bazaya daxil edilməsi, axtarışı və nizamlanmasını həyata keçirir. Əlbəttə ki, aydın əsas elə adını istəyəcəksiniz. Deməli, ay yoldaşlar, bu proqramlar verilənlər bazası fayllarla işləyir. Məsələn, necə mətn prosesorları mətn faylı ilə işləyirsə, elə bil bu verilənlər bazasını idarə etmə sistemi proqramları verilənlər bazası faylı ilə iş üçün nəzərdə tutulur. Ona görə verilənlər bazası deyəndə fayl, verilənlər bazasını idarə etmə sistemi dedikdə isə proqram başa düşülür. Yaxşı, verilənlər bazası hansı növ fayllara deyilir? Verilənlər bazası dedikdə strukturu konkret sxemə uyğun gələn, bir-biri ilə əlaqələndirilmiş verilənlər yığımına verilənlər bazası faylları deyilir. Bəs bura aid olan proqramlar hansılardır? Məsələn, DBase, Foxbase, Clipper, FoxPro, Airbase, Database, Informix, Ingress, Progress, Sybase, sonra Paradox, Access, Oracle, SQL Server, MySQL Server bunlar aid edilir. Yadınızda bir də bir şey saxlayın ki, SQL deməli verilənlər bazasını idarə etmə sistemi deyil, sorğu dilidir. Buna qeyri-prosedur dillər də
deyilir. Deməli, buna relyasiya hesablarına əsaslanan dil və yaxud da qeyri-prosedur dil demək olar. Bu proqramın adını heç ilk kər eşitməmişəm. Yəni, əgər mühasibə sahəsində istifadə edirsə, hə, sadəcə olaraq yəqin dildə qeyd edilməyib, ona görə bizim proqramda yoxdur. Aydın, sən Word, PowerPoint, hə, bildim, onları çətinləsən. Onlar asandır, bunlar çətindir. Sən Word-ü, PowerPoint-u çox eşitmirsən deyəsən, asan gəlir. Bu proqramları da çox təkrar eləsən, bunlar da sənə çətin gəlməyəcək. Deməli, uşaqlar, buradan da bu qədər. Keçək növbəti hissəyə. Elektron təqdimat proqramlarına. Elektron da tətbiqi proqramlardan da bu ümumi təyinatda bitmir ki, bitmir. Elektron təqdimat proqramları təqdimatların yaradılması və onların nümayişi üçün nəzərdə tutulur. Bura PowerPoint, MoveMaker kimi proqramlara aid edə bilərsən. Bura inteqrallaşdırılmış paketlər artıq bir sıra tətbiqi proqramları özünə birləşdirən proqram paketlərinə deyilir. Məsələn, hamımızın eşitdiyimiz Microsoft Office paketi. Bu nə edir? Daxilində Office proqramlarını birləşdirir. Deməli, Word, Excel, PowerPoint, Publisher, OneNote, Outlook, SharePoint, Visio kimi proqramları özündə birləşdirir. Sonra ekspert sistemlər müəyyən sahələrdə problemləri həll etməyə, qərar qəbuluna imkan verən proqramlardır. Və yaxud da belə də qısa tərif vermək olar. Mütəxəssislərin bilik və bacarıqlarına əsaslanan proqramlardır. Və bu şəkil biraz o proqramları ifadə edir. Uşaqlar, bu proqramların bazasına, bu proqram hansı sahə üçün yaradılıbsa, həmin sahəyə aid bütün məlumatlar daxil edilir. Və bu proqramlar da bu məlumatlar əsasında nəticə çıxarıb qərar qəbul edə bilir. Ona görə də bu tür proqramlardan əsasən süni intellekt sahəsində istifadə edilir. Sonra avtomatlaşdırılmış layihələndirmə sistemləri. Deməli, əsasən maşın qayırma, cihaz qayırma, memarlıq sahəsində üç ölçülü, iki ölçülü layihələndirmədə istifadə edilir. Deməli, AutoCAD, Autodesk firması tərəfindən yaradılan 2-3 ölçülü layihələndirmədə istifadə edilir. OrCAD elektron qurğuların avtomatlaşdırılmış layihələndirməsində istifadə edilir. MathCAD adından da məlum olduğu kimi riyazi modelləşdirmə üçün istifadə ediləcək. ArchiCAD arxitektura sözündən yadda saxlaya bilərsən ki, tikinti və mebel sahəsində layihələndirmə məqsədi ilə istifadə edilir. Deməli, siz beləliklə ümumi təyinatlı tətbiqi proqramları öyrəndiniz. Yəni, nə öyrəndik? Biz öyrəndik ki, tətbiqi proqramlar 4 qrupa bölünür. Ümumi təyinatlı, üsul yönlü, problem yönlü və qlobal kompüter şəbəkələri. Siz hal-hazırda nəyi öyrəndiniz uşaqlar? Ümumi təyinatlı tətbiqi proqramları öyrəndiniz. Qaldı 3 dənə qrup. Üsul yönlü, problem yönlü və qlobal kompüter şəbəkələri. İndi onları öyrənək. Deməli, ümumi təyinatlı proqramlardan sonra gəlir üsul yönlü proqramlar. Bunlar riyazi, iqtisadi və statistik məsələlərin həlli üçün nəzərdə tutulur. Və bu riyazi, statistika sözündən ora aid olan proqramları adını rahat yadda saxlaya bilərsiniz. Məsələn, MathCAD, Matematika, MATLAB, Stats Network, statistika, bir də əlavə olaraq Maple, Simplex, Drive və TK Solver buraya aid proqramlardır. Uşaqlar, bir də fikir versəniz, burada məqsəd həm bayaq gördüyünüz ümumi təyinatlı tətbiqi proqramlara aiddir, həm də üsul yönlü tətbiqi proqramlara aiddir. Yəni, hər ikisində var və bu yanlış deyil. Yəni, hər ikisi üçün götürə bilərsiniz doğru cavab kimi. Sonra problem yönlü proqramlar sənaye və qeyri-sənaye sahəsində müəyyən məsələlərin həlli üçün nəzərdə tutulur. Uşaqlar, baxın, burada bir şeydir. Burada görürsünüz proqram adı verməmişik. Çünki bu bir çox sahədə istifadə edilir. Məsələn, şirkət öz daxilindəki işləri həll etmək üçün öz proqramı olur və ondan istifadə edir. Amma bu, məsələn, mənə, sənə lazım olan proqramlar deyil axı. Sırf şirkət daxilindəki işlərin həlli üçün nəzərdə tutulur.
Yəni bu tip proqramlar problem yönlü proqramlardır. Son bir qrup. Qlobal kompüter şəbəkələri. Yəni bu qrupun adı belədir uşaqlar. Deməli, qlobal kompüter şəbəkələri dedikdə nə başa düşülür? Yəni internet vasitəsilə uzaq məsafədə olan kompüterlərin əlaqələndirilməsi, informasiya mübadiləsinin təmin edilməsi başa düşülür. Yəni qlobal kompüter şəbəkələrinə aid olan bu proqramlar da internet üzərindən informasiya mübadiləsini həyata keçirə biləcək proqramlardır. Məsələn, naviqasiya və browser proqramlar, elektron poçt proqramları, bank sektoru üçün nəzərdə tutulan proqramlar bura aid edilir. Məsələn, naviqasiya və browser proqramlar. Bunlar ümumi olaraq web səhifələrə baxış üçündür. 4-cü fəslin özündə kitabınızda buna aid məlumat yoxdur, amma siz qeyd edə bilərsiniz. Naviqasiya və browser proqramlar web səhifələrə baxış üçün nəzərdə tutulan proqramlardır. Deməli, bura aiddir Opera, Google Chrome, Internet Explorer, Microsoft Edge, Safari, Mozilla Firefox kimi proqramlar, sonra Netscape Navigator, bunlar browser proqramlardır. Sonra Yandexdə. Sonra elektron post proqramları isə elektron məktubların ötürülməsi və qəbulu üçün nəzərdə tutulan proqramlardır. Deməli, bura aid edə bilərik Microsoft Outlook, Gmail, Mail.ru kimi proqramları biz bura aid edirik. Bəli, atacağım. Həmişə atıram, yenə də atacağım. Sonra bank sektorunda ötürmələr üçün nəzərdə tutulan proqramlar var. Sprint, Retro, Swift kimi proqramlar bura aid edilir. Deməli, uşaqlar, və bununla da biz nəhayət tətbiqi proqramları da bitirmiş olduq. Nətərdir vəziyyət? Beyninizdə bir yanma, alovlanma falan yoxdur ki, hər şey yaxşıdır. Diqqətiniz əsas məsələ dərsdədir, yoxsa yuxu Demək, siz falan dediniz aparıb? kitabda hansı yoxdur, onu qeyd eləyin. Aha, naviqasiya və browser proqramların tərifi yoxdur. Bu da nədir? Web səhifələrə baxış üçün nəzərdə tutulan proqramlardır. Aha, Aha, sən. Bir də kitabda var ki, standart proqramlar. Bunlar nədir? Hə, Stand- onu deyəcəm. Standart yaxşı dedim. Nə var? Standart proqram dedikdə əməliyyat sistemi ilə birgə kompüterə quraşdırılan proqramlar başa düşülür. Yəni bu sırf demirəm tətbiqi və yaxud da sırf demirəm sistemdir. Yəni hər ikisinə aid proqramlar var. Məsələn, mən əməliyyat sistemi quraşdırmışam kompüterimdə Windows 10 əməliyyat sistemi. Bu Windows 10-un üzərində gələn proqramlar var. Məsələn, tutalım, Character Map, Internet Explorer, Notepad, Paint, Quick Access, hansı ki bunları mən quraşdırmamışam. Bu əməliyyat sistemi ilə birgə qalıb və gəlib. Və yaxud da Windows administrativ sustovluğunda olan Counter Management, Defragment and Optimize, Disk Cleanup, Event Viewer kimi proqramlardır. Və bu tipdə proqramlar var ki, mən bunları özüm quraşdırmamışam kompüterə. Bu əməliyyat sistemi ilə birgə gələn proqramlardır. Bu cür proqramlara standart proqramlar deyilir. Tərkibində də bu qrup proqramların içərisində həm sistem proqramı var, həm tətbiqi. Məsələn, elə bunlar arasında da, göstərdiyimlərim arasında da. Məsələn, göstərim Windows Accessories qovluğunda. Bayaq Notepad-ın adını eşitdin də, düzdür? Notepad-dir, sonra Paint-in adını eşitdin, sonra başqa nəyin adını eşitmişdin məsələn? Sonra WordPad-ın adını eşitdim. Bunlar hamısı tətbiqidə eşitdim də adını. Məsələn, sonra sistem proqramlarında, utilitlərdə defragmentor eşitdin, sonra cleanup eşitdiniz, sonra recover eşitdik, sonra system information eşitdik. Bunlar da məsələn sistem proqramıdır, amma yenə də standartda kompüter əməliyyat sistemi ilə birgə quraşdırılır. Yəni bu cür proqramlar standart proqramlar adlanır. Aydındır? Bəli, təşəkkürlər. Odur ki, əməliyyat sistemi ilə birgə kompüterə quraşdırılan proqramlardır. Sonra başqa sualınız var? Testlərə keçək. Çünki o biraz test ağırdı, vaxtımız qalmaz birdən. Narahat olma Sənəm. Onsuz da bizim dərsimiz 12-nin yarısı bitir. Ona qədər də formu qalacaq vaxtımız. Yəni, prosta mən dərsi izah edirəm. Çünki bəzi tələbələrin çox vaxt sualı az olur və onlar sualın bitməsini, sonra dərsin izah edilməsini gözləyir və gec olur. Yəni, ona görə hər zaman dərsin izahını ön almağa çalışıram. Deməli,
Keçək instrumental proqramlara. İnstrumental proqramlar isə proqram məhsullarının yaradılması üçün nəzərdə tutulan proqramlardır. İnstrumental proqramlar uşaqlar üç qrupa bölünür. Proqramlaşdırma dilləri və sistemləri, proqramlaşdırmanın inteqrallaşdırılmış mühiti və proqram kompleksləri. Birinci baxaq proqramlaşdırma dilləri və sistemləri. Bura aiddir proqramlaşdırma dilləri, translator proqramlar. Bunların adını biz görəsən harada işləmişdik? Alqoritmdə işləmişdik. Demişdik ki, alqoritm proqramlaşdırma dilində təsvir etmək üçün neyinirdik? Proqramlaşdırma dilindən istifadə edirdik. Proqramlaşdırma dilində yazılmış proqrama da hətta deyirdik ilkin proqram, düzdürmü? Deməli, proqramlaşdırma dili bu ilkin proqramın yazılmasına istifadə edilir. Sonra isə bu ilkin proqramı maşın dilinə çevirirdik, yəni işçi proqrama çevirirdik. Bu çevirməni həyata keçirdiyimiz proqramlar isə translatorlar adlanırdı. Translator proqramlarda deməli nə iş görür? Proqramlaşdırma dilindəki proqram maşın dilinə çevirir. Deməli, bunların adını biz alqoritmdə də eşitmişdik. Proqramlaşdırma dilləri də iki qrupa bölünür. Yüksək səviyyəli dillər və aşağı səviyyəli dillər. Aşağı səviyyəli dillər maşın yönlü dillər olduğu üçün, yəni burada kodlaşdırmada proqram yazılması 0 və 1 ikilik kodlarından istifadə edildiyi üçün bu dillər olduqca qəlizdir. Ona görə də bu dillərə aşağı səviyyəli dillər deyilir. Məsələn, assembly, автокод bura aiddir. Yüksək səviyyəli dillər isə deməli insan dilinə daha yaxındır. Ki, burada elə operatorlardan istifadə edilir ki, baxanda başa düşülür nə olduğu. Ona görə onlara yüksək səviyyəli dillər deyilir. Algol, Fortran, Basic, C, Ada, Pascal, Cobol, PL/3, LPQ, Lisp, Prolog, Python, Fortran, Simula, Delphi, C++, C#, Java, PHP, JavaScript, Scala, Ruby, Snowball. Bunlar hamısı nədir? Deməli, yüksək səviyyəli proqramlaşdırma dilləridir. Bunlardan uşaqlar, bir C ilə C-ni qarışdırmayın. Bir C tətbiqidir, mühasibət sahəsində istifadə edilir. Amma C instrumentaldır, proqramlaşdırma dilində proqramların yaradılmasına istifadə edilir. Sonra translatorlar iki qrupa bölünür. İnterpretator və kompilatorlar. Biz ilkin mərhələdə hər sətri, yəni hissə isə maşın dilinə çeviririk. Bunu interpretator təmin edir. İnterpretator deməli, ilkin proqramı hissə isə maşın dilinə çevirir. Və bu zaman proqramdakı morfoloji sintaksi səhvlər aradan qaldırılır. Kompilator isə yekunda bütövlükdə proqramı maşın dilinə çevirmək üçün istifadə edilir sonraki mərhələdə. Sonra keçək proqramlaşdırmanın inteqrallaşdırılmış mühitinə. Deməli, proqramlaşdırmanın inteqrallaşdırılmış mühiti o tətbiqi proqramlardakı inteqrallaşdırılmış paketlər necə tətbiqi proqramları özündə birləşdirirsə, instrumental proqramlardakı inteqrallaşdırılmış mühit də proqramlaşdırma üçün zəruri olan proqramları, instrumental proqramlar bir mühitə birləşdirir. Məsələn, biz proqram yaradarkən proqramlaşdırma dillərindən, translatorlardan, sonra sazlayıcı proqramlardan istifadə edirik ki, bu mühitlər də bu proqramları özündə cəmləşdirir. Məsələn, biz ən çox burada istifadə edirik Visual Basic. Daha doğrusu Visual Basic yox, Basic dedim. Visual Studio'da və bundan əlavə də digər proqramlaşdırılmış mühitlərdən istifadə edilir. Proqram kompleksləri isə mürəkkəb informasiya sistemlərinin yaradılmasına istifadə edilir. Burada proqram təminatının o təsniffat hissəsindən bu qədər. Son iki dənə slayd qalmış, bunu da deyirəm yekunlaşır. Deməli, proqramın təminatı ilə bağlı bəzi anlayışlar. Məsələn, kompüterimdə olmayan hər hansı bir proqramı kompüterin xarici yaddaşına köçürmək üçün bu proqram aşağıdakı mərhələləri keçir. Məsələn, proqramın endirilməsi. Proqramın endirilməsi proqramın internetdən mənim kompüterim xarici yaddaşına köçürülməsinə endirilmə deyilir. Məsələn, çox adam buna yükləmə deyilir, amma yükləmə bu da tamam fərqli anlayışdır. Yəni, biz əslində proqramı nə edirik? Endiririk. Sonra proqramın quraşdırılması var. Quraşdırma, instalyasiya. Bu proqramın kənar yaddaş daşıyıcılarının sərt diskə və yaxud da kompüterdən biz proqram indirəndə bu çox vaxt download qoluna setup.exe faylı kimi daxil olunur və o setup.exe faylını icra edərək
Deməli, onu kompüterə proqram fayllarına quraşdırırıq. Və hər gün etdiyimiz proses proqramın yüklənməsidir. Bayaq əməliyyat sisteminin funksiyalarını keçəndə dedik ki, proqramlar xarici yaddaşda olur. Əməliyyat sistemi tərəfindən əməli yaddaşa yüklənir icra olunmaq üçün. Həmin bu prosesin adına yüklənmə deyilir. Yəni proqramların xarici yaddaşdan əməli yaddaşa köçürülməsinə yüklənmə deyilir və yüklənmə prosesini nə həyata keçirir? Əməliyyat sisteminin özü həyata keçirir əksər hallarda. Deməli, bu da oldu belə. Sonra proqramların lisenziya limitinə görə də proqramların növləri var. Freeware, ödənişsiz proqramlar, giriş məhdudiyyəti olan proqramlar. Bu nədir? Yəni, bu proqramlara məsələn müəyyən bir limit qoyulur ki, məsələn gündə bu qədər istifadə edə bilərsən gün ərzində və yaxud da ayda 50 dəfə istifadə edə bilərsən. Bu tipi belə deyim proqramlardır. Sonra demo proqramları var. Bir hissəsi işləmir bu proqramlar. Məsələn, oyun proqramları və bu tipi digər proqramlar əksərən sınaq məqsədi və ilkin olaraq demo versiyası yaradılır və paylanılır ki, sınaqdan keçirəsin. Yəni, o proqramların müəyyən bir hissəsi işləmir. Sonra Keygen Crack proqramlar var. Proqramları satın almamaq və limitsiz istifadə etmək məqsədi ilə hazırlanan proqramlardır. Məsələn, çoxumuz Office proqramlarını ödənişli istifadə etmirik. Yəni, Crack versiyasını istifadə edirik və yaxud da Windows'un Crack versiyasını istifadə edirik. Bu versiyalar Crack və yaxud da Keygen proqramlardır. Dərsin sonunda isə həmin o öyrəndiyimiz proqramların siyahısı verilib uşaqlar. Bunları da əzbərləyəcəksiniz. Deməli, proqram təminatından bu qədər. Yəni, artıq bitdi bu hissə. Bəli, Fatma, File Explorer'də, yəni Windows-u keçəndə standart proqramları təkrar keçəcəyik biz ayrıca.